Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu vəssalamu alə Rasulillah və ba'd. Növbəti məsələ, biz dedik ki, Ramazanın gündüzlərində qadınla kişi yaxınlıq edərsə, bilərəkdən bunu edərsə, üzərlərinə 60 gün ardıcıl oruç tutmaq kəffarəsi var və həmin günün qəzasını tutmalıdırlar. Və oradakı əgər 60 gün oruç tutmağa deməli qadir olmasa da, ondan sonraki kəffarələri də qeyd etmişik. Və sonra deyir ki, əgər bir gündə, diqqətli olaq məsələlərdə, bir gündə bir neçə dəfə əgər yaxınlıq olarsa, bu nə deməkdir? Qadınla kişi məsələn bir gündə bir yox, bir neçə dəfə yaxınlıq olub. Və alimlər buyurur ki, elm əhli buyurur ki, əgər bu hal kəffarə vermədən olubsa, bir dəfə kəffarə verməsi kifayət eləyir. Diqqətli olaq. Qadınla kişi yaxınlıq edib. Və o yaxınlıqdan sonra bunların üzərinə düşən nədir? Kəffarə vermək. 60 gün oruc və yaxud da 60 miskini yedizdirmək və s. Bu məsələləri biz qeyd eləmişik, kəffarələri. Buradakı məsələ odur ki, əgər kişi və qadın o kəffarələri birinci dəfə yaxınlıq etdi və kəffarəni vermədən ikinci dəfə yaxınlıq etdisə, elm əhli buyurur ki, əgər birincinin kəffarəsini verməyibsə, ayrı-ayrı 2 dəfə verməsi ehtiyac yoxdur. Bir dəfə kəffarə etməsi kifayət eləyir. Bir dəfə kəffarəsi verməsi kifayət eləyir. Lakin, və burada da icma var. Alimlər İbn Abdülbər rahimehullah özünün Təmhid əsərində, bir də İbn Qudamə Muğnidə qeyd edir. Əgər kəffarə verdikdən sonra edərsə və bu məsələdə isə elm əhli ixtilaf ediblər iki görüş üzərində. Diqqətli olaq. Qadınla kişi yaxınlıq edir və sonra həmin gün elə kəffarə verirlər. Ya deyək ki, bunların məsələn, yəni oruç tutmağa qadir olmayıblar 60 gün və 60 miskini yedizdiriblər. Hə? Və bu kəffarəni ödədikdən sonra bir daha yaxınlıq etdilər. Və bu məsələdə isə elm əhli ixtilaf edibdir, barakallahu fikum. Birinci görüş odur ki, elm əhli deyir ki, ikinci dəfə kəffarə ödəməsinə ehtiyac yoxdur. İkinci dəfə kəffarə ödəməsinə ehtiyac yoxdur. Məsələn, İmam Məlik və Şafi və İbn Hüseyn rahimehullah və həmçinin İmam Nəvvi rahimehullah özünün Məcmu əsərində bu məsələni zikr edir. Və alimlər buyurur ki, elm əhli buyurur ki, niyə görə bu belədir? Çünki deyir, artıq birinci yaxınlıqdan sonra orucu pozulub. Və ikinci, əgər hasil olarsa, ortada bir oruc yoxdur axı. Hansı orucu pozub kəffarəsini verməlidir ki? Və yaxud da hansı oruc olmalıdır ki, oruc yoxdur artıq. Həmin gün nədir? Orucu artıq batıl olub, qəza tutmalıdır. Ona görə də ortada bir oruc ibadəti olmadığına görə onu batil edəcək səbəb də yoxdur. Və ikinci qism elm əhli deyirlər ki, ikinci dəfə kəffarə verməsi vacibdir. Və bu da İmam Əhməd və Əbu Hanifə rahimehumullah. Və deyirlər ki, çünki niyə görə ikinci kəffarəni verməlidir? Çünki birinci cinayət, yəni cinayətdən qəsd burada nəyə nəzərdə tuturlar? Orucluyken haram olan bir şey etdiklərinə görə. Yəni yaxınlıq etdiklərinə görə. Və deyir ki, bu birinci cinayət kəffarə ilə ödəndi. İkincisi isə yeni bir hədd, yəni yenidən həddi aşmaqdır. Yəni sənə bu birincisi islah olmadı mı ki, ikinci dəfə bu şeyə qayıtdın? Necə ki, həmçinin Kəsən rahimehullah bunu qeyd edir. Buyurur ki, birinci kəffarə ilə islah hasil olmamış deməkdir. Yəni sən birinci bu yəni qoyulmuş qaydanı pozdun, Allahın icazə vermədiyi şeyi etdin və orucun batıl oldu. Və yenidən qayıdırsan, bu kəffarəni verərək yenidən qayıtmısansa, bu deməkdir ki, o kəffarə ilə sən islah olmamısan. Ona görə də ikinci dəfə 60 gün oruçla və yaxud da qeyd elədiyim o kəffarələri verməklə cəzalandırılır. Allah Teala aləm, birinci görüş daha doğrudur. Birinci görüş daha doğrudur. Niyə görə, qardaşlar? Ona görə ki, İnsan əgər birinci dəfə yaxınlıq edib, sonra kəffarəsini ödədiyi anda eyni gündən söhbət gedir. Eyni gündə olarsa bu. Və kəffarəsini ödədiyi anda artıq bu insanların orucu yoxdur axı. Və ikinci dəfə bu hal olarsa orucu pozacaq. Yəni oruc yoxdur axı. Yəni ona görə pozulacaq bir oruc ortada yoxdur. Ona görə də nədir? Heç bir kəffarə ödəmir. Heç bir kəffarə ödəmir. Doğrusunu Allah bilir. Növbəti məsələ, əgər 2 gün və ya daha çox bu hal baş verərsə, 2 gün və yaxud da daha çox bu hal baş verərsə, alimlər buyurur ki, elm əhli buyurur ki, hər gün üçün ayrı-ayrı kəffarə verməlidir. Hər gün üçün ayrı-ayrı kəffarə verməlidir. Yəni bu gün yaxınlıq oldu, sabah yenə oldu, bürsü gün yenə oldu, ondan sonraki gün yenə oldu və bu şəkildə olarsa hər gün üçün ayrı kəffarə düşür. Hər gün üçün ayrı kəffarə düşür. Hətta o günün deyək ki, kəffarəsini verdi, vermədi, dəxli yoxdur. Yəni aidiyyəti yoxdur. Mütləq hər gün ayrı-ayrı kəffarəsini verməlidir. Və bu görüşü cümhur alimlər zikr eləyir. Necə ki, İmam Məlik və Məliklərdən İbn Abdülbər rahimehullah özünün Təmhid əsərində,
Və İmam Şafi özünün kitabında və həmçinin Şafilərdən Şirbini rahimehullah Muğnil Muhtac əsərində və Həmbəlilərdən Buhuti rahimehullah Kəşşaful Qina əsərində bu görüşü zikr etmişdir. Və buyururlar ki, deməli İmam Nəvvinin Məcmusunda və İbn Qudamə rahimehullahın Muğni əsərində deyir ki, hər günün orucu ayrı-ayrı ibadətlərdir. Və əgər ifsad olarsa oruclar, kəffarə vacib olur və tədaxül etmək icazəli deyil. Yəni tədaxül etmək nə deməkdir? Bir-birinə qarışdırmaq. Məsələn, mən bu gün yaxınlıq oldu, yəni o anda birbaşa kəffarə vacib olur. Mən gözləyim o birisi gündə olsun, o birisi gündə hamısını bir yerdə bir dənə 60 gün tutaram. Xeyr, artıq məsələn 3 gün sən bu gün, sabah və ondan sonraki gün bu cür hal baş veribsə, artıq sənin üzərinə 180 gün ardıcıl oruç tutmaq vacib olur. Yəni 60 gün bir, 60 gün bir, 60 gün bir. Ona görə də nədir? Hər gün üçün ayrıca kəffarə vacib olur. Bəli. Və növbəti məsələ, kimin sualları olarsa bu məsələlər əsnasında yanında ya vərəq, ruska, qələm ya da belə dəftər kimi olsun ki, yazsın inşallah dərsdən sonra sualları cavablandırarıq. Növbəti məsələdə buyur ki, Ramazanın qəzasında əgər yaxınlıq olarsa, biz bildik ki, Ramazanın əsnasında, yəni Ramazan günlərində, ayında oruçlu halda yaxınlıq etmək haramdır. Yaxşı, deyək ki, bir kimsənin Ramazandan qəzası qalıb. Bir ay sonra ya 2 ay sonra o qəzanı tutmağı qərarlaşdırır. Və o qəza tutduğu əsnada əgər yaxınlıq olarsa, yenə də 60 gün orucu vacib edir Ramazandakı günlər kimi, yoxsa kəfarəsi yoxdur bunun. Və alimlər ittifaq ediblər ki, barakallahu fikum, alimlər ittifaq ediblər ki, bilərəkdən də olsa, bilmədən də olsa, Ramazanın qəzası başqa günlərdə tutularsa, kəfarə yoxdur. Və həmçinin İbn Abdülbər rahimehullah icma nəql edir özünün Təmhid əsərində. Buyurur ki, əcməu alə ənəl mücəmiə fi qadai Ramazan amidən la kəffərətə aleyhi həşən qatədə vəhdə. Buyurur ki, İbn Abdülbər rahimehullah, elm əhli icma ediblər ki, Ramazanın qəzasını tutduqda bilərəkdən də olsa, yəni əgər yaxınlıq olarsa, üzərinə heç bir kəffarə yoxdur, ancaq Qatədə rahimehullahdan başqa. Yəni Qatədə rahimehullah xilaf olub bu məsələyə və deyib ki, kəffarə var. Lakin əlbəttə, yəni racih olan görüş odur ki, heç bir kəffarə yoxdur. Və bunu da İbn Qudamə rahimehullah özünün Məcmu əsərində buyurur, İbn Qudamə Muğni əsərində buyurur ki, qardaşlar, çünki Ramazanın olmaması üçündür və bu Ramazana aid olan bir şeydir. Yəni Allah Resulü sallallahu aleyhi və səlləmdən gələn o nas ki var, nas. Bu nəyə görədir? Ramazana görədir sadəcə. Ramazandan kənar aylarda isə nədir? Heç bir kəffarə yoxdur. Qəza tutduğun halda. Bəli. Və növbəti məsələ məninin çıxması, məninin ifraz olması. Allah Subhanahu wa Taala Müminun surəsinin 5-ci, 6-cı, 7-ci ayələrində buyurur ki, Euzubillahimineşşeytanirracim, "Vellezînehum li furucihim hafizun." Yəni möminlər barəsində buyurur ki, onlar öz fərzlərini qoruyarlar. İllə alə əzvacihim əv mə mələkat eymanuhum fe innahum gayru melumin. Ancaq zövcələri və əllərinin altında olanlar istisna olmaqla və onlar bunlar barəsində qınanmazlar. Fəmən ibtəğa vəra'a zəlikə fəulaikə humul adun. Fikir verin. Yəni burada məninin çıxması deyəndə insanın özü özünə, yəni bu halın baş verməsidir. Bilərəkdən məninin ifraz etməsidir. Bəli, bunun üçün çalışmasıdır. Və bunun haram olmasına dəlil elə bu ayələrdir qardaşlar. Və fikir verin, Allah Subhanahu wa Taala buyurur ki: "Vellezînehum li furucihim hafizun." Onlar öz fərclərini qoruyarlar, möminlər. Və sonra kimlərə qarşı icazəli olduğunu dedikdən sonra və Allah Teala deyir ki, "Fəmən ibtəğa vəra'a zəlikə." Və kim bundan sonra həddi aşarsa və elm əhli ona görə deyirlər ki, yəni insanın özü özünə, yəni mənni ifraz etmək istəməsi, yəni bu şey etməsi nədir? Haramdır. Və Allah Teala'nın burada ayədə zikr etdiyi kimi, "Fəmən ibtəğa." Kim bundan sonra həddi aşarsa, zəlikə fəulaikə humul adun və onlar nədir? Həddi aşanlardılar. Həddi aşanlardılar. Və kim bunu edərsə, orucu pozulmuş olar və ittifaq elm əhlinin ittifaqı ilə həmin günün qəzasını tuturlar. Və Buxari Müslimin rivayet etdiyi hədisdə Əbu Hüreyrə radiyallahu anh deyir ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, "Yəqulullah azza və cəl, əs-savmu li və ənə əczi bihi. Yəda'u şəhvətəhu və əkləhu və şurbəhu min əcli." Allah Teala buyurur ki, qudsi hədisdir, deməli, oruc mənimdir və onun əcri mənə aiddir. Və qulum neyniyib? Öz şəhvətini, yeməyini və içməyini mənim üçün tərk edib. Ona görə də alimlər buradan istinbat edirlər ki, nədir? Yəni insan şəhvətini kənara qoymağı vacibdir.
və özü bilərəkdən şəhvətini, yəni bu şey edərsə, orucu batil olur. Lakin İmam Nəvvi rahimehullah buyurur ki, özünün məcmu əsərində nas ancaq yaxınlıq etməyə gəlib. Yəni o dediyimiz 60 gün kəfarə məsələsi buna aid deyil. Buna aid deyil. Və İmam Nəvvi rahimehullah buyurur ki, kim istimna edərsə, yəni bu yaxınlıq etmək kimi deyil. Onun kəfarəsi yoxdur, sadəcə oruc batil olur və həmin gün əvəzində qəza edir. Bəli. Və sonra məsələlərdən alimlər buyurur ki, insanın yəni öpmək və yaxud da toxunmaqla məni ifraz olunarsa, yenə də alimlər ittifaqla və icma ilə, necə ki İbn Qudamə rahimehullah buyurur ki, yəni alimlər icma ediblər ki, bu halda da nədir? Oruc batil olur. Oruc pozulur və həmin gün əvəzində başqa gün qəza etməlidir. Və cümhur alimlərə görə isə, qardaşlar, kəffarə düşmür. Yəni bu halda olsa belə kəffarə düşmür. Əbu Hanifə, İmam Şafi və Əhməd. Bəli. Və həmçinin məsələlərdən şəhvəti tətikləyəcək şeyə baxmaq, əgər məni gətirərsə, yəni məsələn insan elə şeylərə baxır ki, yəni məsələn insanın qadına baxması və yaxud da başqa o şəhvəti tətikləyəcək şeyə istimrar şəkildə, davamlı şəkildə baxarsa, ta ki ondan məni ifraz olunana qədər və bu halda alimlər iki qovul üzərində ixtilaf ediblər. Birinci görüşdə buyurur ki, oruc pozulur və bu görüşü İmam Məlik və Əhməd və İbn Qudamə rahimehullah və həmçinin İbn Hüseyn rahimehullah zikr etmişdir. Ki orucu nə olur? Orucu batil olur. Kəfarəsi isə yoxdur. Yəni dediyimiz kimi kəfarə ancaq yaxınlığa aiddir. Və ikinci görüş alimlər isə deyirlər ki, orucu batil etmir və bu da Əbu Hanifə və İmam Şafi rahimehullah zikr etmişdir. Və deməli tərcih olunan görüşə görə orucu batil eləyir. Ona görə oruclu ikən bu cür şeylərdən uzaq durmaq lazımdır. Barakallahu fikum. Və həmçinin alimlərin qeyd etdiyi məsələlərdən biri də fikirləşmək yolu ilə məninin ifraz olması. Məsələn, insan heç nəyə baxmır, sadəcə o vasitələr yoxdur, sadəcə o fikirləri ağlından keçirməklə əgər məni ifraz olarsa, cümhur alimlərə görə oruc batil olmur. Orucu pozmur. Necə ki, Əbu Hanifə, İmam Şafi və Əhməd və həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah icma nəql edir. Yəni mücərrəd insanın fikirləşməsi ilə əgər məni ifraz olarsa, oruc batil olmur. Bəli. Və Buxari Müslimin rivayet etdiyi hədisdə Əbu Hüreyrə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, İnnəllaha təcavəzə li ümmeti amma vasvasat əv hədəfət bihi ənfusəhə mə ləm tə'məl bihi əv təkəlləmə. Allah Nəbisi buyurur ki, Allah Teala ümmətimdən vəsvəsəni və bundan dolayı baş verən şeyləri qaldırıbdır. Ta ki, onu danışmadıqca və əməl etmədikcə. Və İbn Hüseyn rahimehullah buyurur ki, çünki bu vəsvəsədir və ümmətinə, Allah Resulü sallallahu aleyhi ve sellemin ümmətinə vəsvəsə bağışlanıbdır. Və həmçinin İbn Qudamə rahimehullah buyurur ki, bununla orucun pozulmasına dair nas yoxdur şəriətdə. Sadəcə fikirləşməklə mənin ifraz olması orucu batil etmir. Bəli. Növbəti məsələ, bu hadisə yuxuda baş verərsə. Yəni insan yatdığı halda əgər ondan məni ifraz olunarsa və bu da nə olur? Orucu batil etmir. Orucu səhihdir. Necə ki, İbn Hazm və İbn Rüşd və Şeyxülislam İbn Teymiyyə rahimehullah icma nəql edirlər. Və İmam Nəvvi özünün məcmu əsərində buyurur ki, o şəxsin ixtiyarı əlində deyil. Yəni ixtiyar sahibi deyil əslən. Bəli. Və növbəti məsələ məzinin çıxması. Məzi bilir ki, rəngsiz, şəffaf və yapışqan bir mayedir və bunun çıxması orucu pozmur. Necə ki, İmam Əbu Hanifə, Şafi və Əhməddən bir rivayətdir və həmçinin İbn Munzir rahimehullah və İmam Nəvvi rahimehullah buyurur ki, məcmusunda qusulu vacib etmir. Sadəcə bu, yəni bovul kimidir. Bəli. Və İbn Hüseyn rahimehullah buyurur ki, bu barədə, yəni məzinin orucu pozması barədə heç bir şəriətdə nas varid olmayıbdır. Və növbəti məsələ orucu pozan şeylərdən bilərəkdən qusmaq. Bilərəkdən qusmaq necə ki, bilirsiniz, barakallahu fikum, orucu pozur və əgər kim bunu edərsə, həmin gün əvəzində başqa gündə qəzasını qaytarmalıdır. Və alimlər bu barədə ittifaq ediblər və həmçinin İbn Munzir rahimehullah icma nəql edir. Və sadəcə bu məsələdə Həsən el-Bəsri rahimehullahdan başqa. Yəni çünki Həsən el-Bəsri rahimehullah qusmağın orucu qəsdən olsa belə pozmadığını nəql etmişdir. Lakin tərcih olunan, racih olan görüş odur ki, qardaşlar, qəsdən bilərəkdən insanın özünü qusturması orucu batil eləyir. Və İbn Ömərdən gələn rivayətdə, necə ki, o rivayəti İmam Məlik və Beyhəqi deməli rivayət ediblər. Buyurur ki, "Mən istaqa'a və huwa sa'imun fa'alayhi al-qada və men zara'ahu al-qay'u falaysa alayhi al-qada." Və buyurur ki, İbn Ömər radiyallahu anhuma,
kim bilərəkdən özünü qusturarsa, üzərinə qəza vacib olur və kimə əgər bilmədən, bilərəkdən olmadan, yəni əlində olmadan, ixtiyarı olmadan bu şey baş verərsə, onun üzərinə qəza yoxdur və orucu batil etmir. Əgər səndə ixtiyar olmadan bu hal baş veribsə. Və necə ki qeyd etdiyimiz kimi ixtiyari olmadan qusmaq orucu batil etmir və bu alimlərin ittifaqı və icma ilə sabit olmuşdur. Və bu icmanı da İbn Munzir rahimehullah nəql etmişdir. Və İbn Qudamə rahimehullah buyurur ki, özünün Muğni əsərində: "Və men zara'ahu fala şey'a alayhi və hada qawlu 'ammati ahli'l ilm." Və kim əgər bilməyərəkdən, yəni ixtiyari olmadan bu şey baş verərsə, deməli elm əhlinin yəni ümumuna görə nə olur? Heç bir şey üzərinə vacib olmur. Qal Xattabi rahimehullah. Xattabi buyurur ki, la a'lamu beyne ehlil ilm fihi ixtilafan. Və sonra İbn Qudamə Xattabinin sözünü nəql edir ki, buyurur ki, mən elm əhli barəsində, elm əhlindən bu barədə ixtilaf bilmirəm. Yəni bu demək ki, elm əhli icma edirlər ki, ixtiyari olmadan qaytarmaq, qusmaq orucu bozmur. Və həmçinin bunun dəlillərindən də elə bayaq qeyd etdiyimiz İbn Ömər'in əsəridir ki, kim bilərəkdən əgər qaytarırsa orucu batildir və ixtiyari olmadan isə heç bir qəza yoxdur. Bəli. Və oruclu ikən dişin qanaması. Məsələn, insanda müxtəlif cür xəstəliklər ola bilər, diş əti xəstəlikləri və bu səbəbdən diş qanaya bilər və boğaza qaytarmamaq şərti ilə, yəni udmamaq şərti ilə dişin qanamasında heç bir orucu pozan bir amil yoxdur və İbn Həzm rahimehullah bu barədə icma nəql edir. Və növbəti məsələlər isə qadınlarla bağlı olan məsələlərdir. Və buyurur ki, gündüz vaxtı əgər qadında heyz və nifas halı baş verərsə, bu zaman yəni deməli burada heç bir ixtilaf yoxdur ki, yəni baş verdiyi andan etibarən oruc pozulur və qəza vacib olur. Bəli. Və İbn Hüseyn rahimehullah buyurur ki, yəni buradakı hikmət nədir? Yəni niyə görə insan namazı yox, yəni qadın heyz olduğu halda namazı da dayandırır, orucu da. Namazı qəza etmir, lakin orucu qəza edir. Və buradakı orucu qəza etməsinin hikməti nədir? Yəni niyə görə orucu qəza edir, namazı yox? İbn Hüseyn rahimehullah buyurur ki, bu ona görədir ki, oruc ildə bir dəfə, yəni ildə bir dəfə bir ay baş verir. Yəni olan ibadətdir. Namaz isə təkrarlanan ibadət olduğuna görə namazın əslən, yəni o müddət ərzində qaytarması qadın üçün məşəqqətdir. Qadın üçün məşəqqətdir. Oruc isə bir ay olduğuna görə onu istənilən vaxtı qaytara bilər. Heç bir məşəqqət baş vermir. Necə ki İbn Hüseyn rahimehullah bunu Şərh-ül Mumti əsərində qeyd edir. Bəli. Və Buxari Müslimin rivayet etdiyi hədisdə Ayşə radiyallahu anhadan soruşurlar ki, "Mə bəlul haidi taqdis savma və la taqdis salah?" Yəni ki, yəni qadınların bu halı nədir ki, namazı qaytarmır, amma orucu qaytarır. Və Ayşə radiyallahu anha buyurur ki, "Kana yusibana zalika ala ahdi en-nabi sallallahu aleyhi ve sellem. Fe nu'meru bi qada'is savmi və la nu'meru bi qada'is salah." Və Ayşə radiyallahu anha deyir ki, bizdə də Allah Resulü sallallahu aleyhi ve sellemin zamanında bu şey baş vermişdi. Bizə namazı yox, orucu qaytarmağı əmr olunduq. Və Allah Resulü sallallahu aleyhi ve sellem yəni nədir? Qadınlara namazı yox, orucu qaytarmağı əmr edibdir. Bəli. Və həmçinin alimlər barakallahu fikum, deməli İbn Hazm və İmam Nəvvi rahimehullah icma nəql edirlər və Şeyxülislam İbn Teymiyyə rahimehullah, yəni qadın heyz və nifas olarsa Ramazanın gündüzlərində nə edir? Orucu pozulur və qəza etməsi vacibdir. Bəli. Növbəti məsələ, qadın heyz olduqdan sonra günün qalan hissəsini yeməkdən imtina etməlidir. Tutaq ki, məsələn, sən oruca başladın və gündüz vaxtı, fərqi yoxdur, günün hansısa saatında, məğriblə sübh namazı arasında, hansısa bir saatda artıq heyz olur və bu vaxtdan iftara qədər yeyib içə bilərmi, yoxsa yeməyi dayandırmalıdırmı? Alimlər buyurur ki, cümhur alimlərin görüşünə görə vacib deyil. Necə ki, Əbu Hanifə, İmam Məlik və Şafi. Yəni demək istəyirlər ki, əgər qadın heyz olursa, o günün qalan hissəsini yemək içməkdən əl çəkməsi vacib deyil, yeyib içə bilər yəni. Bəli. Və növbəti məsələni qeyd edirlər ki, alimlər, əgər biz dedik ki, deməli, mücərrad insan Ramazanın gündüzlərində yaxınlıq etməklə 60 gün oruc kəffarəsi ona vacib olur. Yaxşı, burada bir məsələ var ki, buyurur ki, məsələn, bir qadının üzərinə 60 gün oruç tutmaq vacibdir. Hə? Və bilirik ki, bu oruçlarda mütətəbi, yəni ardıcıl olması şərti var. Kim 60 gün yox, 40 gün tutub 41-ci gün iftar edərsə, o 60 gün yenidən tutmalıdır. Yaxşı, bu deyək ki, bu 2 ay ardıcıl üzərinə vacib olmuş bir qadın. Fikirləşin. Bu oruc əsnasında
qadın əgər heyz olarsa və oruc kəsilir, həmin gün orucu saxlayır. Yaxşı, bu qadın nə etməlidir? Yəni o 60 günü yenidən mi tutmalıdır, yoxsa sağaldığı gündən etibarən o günləri davam mı edir? Elm əhli buyurur ki, İmam İbn Munzir və Şeyxülislam İbn Teymiyyə rahimehullah bu barədə icma nəql edirlər ki, qadın tutaq ki, deməli o 60 günlük orucun hər hansısa bir günündədir. Lap birinci gün olsun, deyək ki, 50-ci gün olsun. Əgər heyz oldusa, orucu saxlayır və sağaldığı gündən etibarən o elə 50-ci gündən davam etməlidir. Yəni burada ara kəsmə baş vermir. Aydındır? Yəni ardıcılığı nə etmir? Pozmur. Alimlər icma nəql edir bu barədə. Çünki qadın üçün artıq bu şey əlində olmayan səbəbə görə baş verdiyinə görə artıq o üzür qaldırılıbdır. Bəli. Növbəti məsələ Ramazanın gündüzlərində yatmaq. Ramazanın gündüzlərində yatmaq, qardaşlar, alimlər icma nəql edib ki, İmam Nəvavi özünün məcmusunda icma nəql edir ki, orucu səhihdir. Yəni insanın yatmasının orucuna heç bir təsiri yoxdur. Və əgər kim yatıb, yəni gündüz boyu sadəcə yatmaqla keçirib, məğrib zamanı oyanarsa, yenə də orucu səhihdir. Və cümhur alimlərə görə o insanın orucu səhihdir. Yəni orucu batil edən şeylərdən deyil insanın yatması. Və bu cümhur alimlərdən İmam Məlik, Şafi və Əhməd bu görüşü deməli zikr ediblər. Sadəcə İbn Hüseyn rahimehullahın yəni bir sözü var, səhv etmirəmsə, və ya da sələflərdən belə bir deyim var. Buyurur ki, orucunu yatmaqla keçirən əcrini yuxusunda görər. Ona görə insan gərək oruclu olduğu halda o oruclu günlərini yatmaqla keçirtməsin. O gündüzləri yatmaqla keçirtməsin. Oruclu nə etməlidir? Oruclu Allaha itaətlə, Allahın kitabını oxumaqla, zikirlərlə, bu cür fəzilətli əməllərlə keçirməlidir. Lakin Allah müstəhan görürsən ki, bəzən yəni oruc tutan insan yatır ta ki məğrib namazına qədər. Sadəcə namazlarda qalxır, namazı qılır, təzən yenə yatır. Yəni bu cür etmək olmaz. Çünki oruc yatmaq ayı deyil axı. Oruc ibadət ayıdır. Orucla bərabər, oruc tutmaqla bərabər o ibadətləri də möhkəmləndirmək lazımdır. Barakallahu fikum. Və həmçinin məsələlərdən qardaşlar, kim riddə edərsə, Allah qorusun, yəni oruclu olduğu halda dindən dönərsə, dindən çıxarsa və o insanın icma ilə orucu batil olur. Bəli. Və növbəti məsələlərdən və inşallah ki, bu sonuncu məsələlərdəndir. Növbəti məsələlərdən biri də hicamə etmək və haqqında böyük ixtilaflara səbəb olan məsələlərdən biridir. Yəni orucluyken hicamə etmək, yəni qan aldırmaq oruca təsir edirmi? Ümumiyyətlə, elm əhli qardaşlar ixtilaf ediblər. Elm əhli ixtilaf edib, hicamə etmək orucu pozurmu, yoxsa pozmurmu? Onlardan birinci görüş, cümhur alimlərə görə Ramazanın gündüzlərində hicamə etdirmək orucu batil eləmir, pozmur. Və bu alimlərdən İmam Əbu Hanifə, və Malik, və Şafi'i, və Səvri, Sufyan Səvri, və həmçinin İmam Nəvavi rahimehullah, İbn Hibbənin rəvayət İbn Abbasdan gələn rəvayətdə, Buxari Müslim rəvayət etdiyi hədisdə buyurur ki, ənəhu ihtəcəmə və huvə saimun. Peyğəmbər sallallahu aleyhi və səlləm oruclu olduğu halda nə edib? Hicamə etdiribdir. Və həmçinin Buxarinin rəvayət etdiyi hədisdə Ənəs bin Məlikdən soruşurlar və buyurur ki, həl kuntum təkrahunəl hicamə? Siz deyir, hicaməyə ikrah mı edirdiniz? Fəqalə lə illə min əclid da'f. Ancaq biz zəifliyə görə ikrah edirdik. Yəni Ənəs bin Məlik demək istəyir ki, əgər sən bilirsənsə, sən zəifsən və dözümün yoxdur. Və bu halda bilə-bilə, çünki bilir ki, hicamə etdirmək nə edir? İnsanı zəiflədir, yəni qan çıxır insan bədənindən. Və bilə-bilə bunu ki, sən zəifləyib orucu açacaqsan və etdirsən, nədir? İcazəli deyil. Bilə-bilə iftar etmiş insan orucunu pozmuş hökmündədir. Və həmçinin Əbu Davud və Əhməd və Beyhəqinin rəvayət etdiyi bəzi sahabələrdən gəlirdi ki, ənnən nəbiyyə sallallahu aleyhi və səlləm nəhə anil muvasalə vəl-hicaməti lis-saimi və ləm yuhərrimhumə. Buyurur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm bizə ardıcıl olaraq iftar etmədən oruç tutmağı və oruclu adamın hicamə etməsini nəhi etdi. Lakin haram etmədi. Və buna görə də birinci deməli görüşdə olan alimlər buyururlar ki, elm əhli buyurur ki, Ramazanın gündüzlərində oruclu halda hicamə etdirmək orucu pozmur. İkinci görüşdə olan alimlər isə buyururlar ki, orucu pozur. Hicamə etdirmək orucu pozur. Və necə ki, bu görüşü nəql edən alimlər İmam Əhməd və həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah Məcmul Fətavasında buyurur ki, əksər fuqahalar, diqqətli olaq, əksər fuqahalar İmam Əhməd, İshaq ibn Rahawayh, İbn Xuzeymə, İbn Munzir və başqaları bu görüşdədirlər ki, kim oruclu olduğu halda hicamə etdirərsə, onun orucu batil olar. Və həmçinin İbn Baz və İbn Useymin müasirlərdən isə İbn Baz və İbn Useymin rahimehullah da bu görüşdədirlər.
Və buyurur ki, İbn Seym rahimehullah: "İzə ihtəcəmə es-saimu və zahara minhu'd-dəm fə-innehu yuftir." Və kim oruclu olduğu halda deməli hicamə etdirərsə və qan zahir olarsa, çıxarsa, o orucunu pozmuş sayılır. Və Abu Davudun və İbn Məcənin və Əhmədin rivayet etdiyi hədisdə buyurur ki, Şəddad ibn Avs radiyallahu anhunun Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "Əftaral hacimu vel mahcum." Yəni hicamə edən də, etdirən də orucu pozulmuşdur. Və burada bəzi məsələlər var ki, bəzi alimlər deyirlər ki, hansı ki bu indi qeyd etdiyimiz hədis Məkkənin fəthindən qabaq, yəni Allah Resulü bunu deyib. Yəni hicamə etdirən orucu batıl olur. Və bu hədisdən sonra arada vaxt fərqi var ki, alimlər deyir ki, bu hədisdən sonra isə Allah Resulü sallallahu aleyhi ve sellem özü hicam elətdiribdir. Və bu da onu göstərir ki, bu nədir? Nəsx olunub bu hökm. Hökm qaldırılıb. Və Allah Resulü'nün bunu etdirməsi birincinin qadağan edib sonra bunu özü etdirməsi dəlalət edir ki, oruclu ikən hicam etdirmək olar. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah Məcmul Fətavada buyurur ki, şiddətli zəifliyə səbəb olduğuna görə çəkinməlidir. Və həmçinin İbn Ömər radiyallahu anhudan sabit olub ki, İbn Ömər gecələri, yəni Ramazanın iftardan sonra hicam etdirərdi. Dediyimiz kimi qardaşlar, hicam etdirmək gördüyünüz kimi elm əhli ixtilaf ediblər. Hədislər arasında və alimlərin görüşləri arasında ixtilaf ediblər. Bəziləri deyirlər ki, orucu batıl edir, bəziləri deyirlər ki, yox, etmir. Və bu ixtilafdan ən gözəl çıxış yolu odur ki, Ramazanın gündüzlərində hicamə olunmasın. Necə ki, Şeyx Süleyman Ər-Ruheyli Hafizahullah buyurur ki, əgər birisi mənə gəlsə və soruşsa ki, hicamə etdirinmi, mən ona deyərəm ki, etdirmə. Gözlə, iftardan sonra etdirərsən. Və ən gözəl ixtilafdan uzaq olmaq üçün ən gözəl görüş də budur ki, deməli iftardan sonra ən hikmətlisi iftardan sonra hicamə etdirməkdir. Və bununla da bu məsələyə son qoymaq lazımdır. Və həmçinin bu hicamənin cinsindən olan bəzi məsələlər var ki, bunlardan biri də qan verməkdir. Və həmçinin qan vermək barəsində də qardaşlar alimlər ixtilaf ediblər. Cumhur alimlərə görə qan vermək orucu pozmur. Abu Hanifə, İmam Məlik və Şafi'i. Və bu niyə görə belədir? Yəni hökmlər eyni hökmdür. Hicamə etdirməklə qan vermək eyni hökmdədir. Və bunu da deyiblər ki, alimlər, necə ki Ramli rahimehullah özünün Nihayətül Muhtəcində deyir ki, çünki qan vermək hicamənin mənasındadır. Eyni haldır. Orucu pozmur cumhur alimlərə görə. Lakin ikinci görüş isə İmam Əhməd və Şeyxülislam İbn Teymiyyə rahimehullah və Şeyx İbn Hüseyn rahimehullah və Ləcnətü Daimənin fətvasıdır ki, qan vermək orucu pozur. Və İbn Hüseyn rahimehullah buyurur ki, özünün Şərh-ül Mumti əsərində hicaməyə qiyas edilir. Qan vermək hicaməyə qiyas edilir və orucu batıl edir. Və burada yenə həmin məsələdir ki, yəni burada tərcih olunan görüş odur ki, zəruri ehtiyac olmadıqca, məsələn, ola bilsin ki, xəstəxanada təcili qan verilməlidir, ölmə səbəb ola bilər və başqa hallar. Və bu halda verirsən. Və hətta bəzi alimlər qeyd edir ki, qanı versən belə, orucunu pozmasan belə, yaxşıdır ki, onun qəzasını tutasan. Və doğrusunu Allah bilir. Ona görə gündüzləri ehtiyac olmadıqca qan vermirsən, yəni hicamə kimi və ancaq zəruri halda ehtiyac varsa, o zaman qan vermək icazəlidir. Bəli. Bəzi təhlillər üçün qan vermək məsələsi. Məsələn, ola bilsin ki, hansısa bir xəstəlikdən dolayı həkim sizdən hansısa qan analizi verməyi sizə təklif eləsin və bu halda da alimlər buyurur ki, müasir məsələlərdən olduğuna görə İbn Baz və Şeyx İbn Hüseyn rahimehullah buyurur ki, yəni insanın təhlil üçün qan verməsi orucuna heç bir təsiri yoxdur. Və ümumiyyətlə o az miqdarda olur qardaşlar. Az miqdarda olur və insana heç bir təsir göstərmir. Bəli. Və növbəti müasir məsələlərdən imələ deyirlər buna. Yəni tibdə adı klizmadır. Və yəqin bilirsiniz klizma nə deməkdir. Və alimlər burada ixtilaf ediblər, bəzi alimlər. Və deməli ixtilafın birinci tərəfi deyir ki, birinci görüşdə olan alimlər deyir ki, klizma etdirmək orucu pozur. Və bu 4 məzhəb üzərində, yəni 4 məzhəb bu şeydə ittifaq ediblər. Ki, bir insan Ramazanın gündüzlərində klizma etdirərsə, orucu batıl olur. Və İbn Qudam rahimehullah buyurur ki, bu yemək kimidir. Yəni insanın bədəninə daxil olan qida kimidir. Lakin ikinci görüşdə olan alimlər buyururlar ki, İmam deməli Məliklərdən İbn Abdülbər rahimehullah və həmçinin Şafilərdən Qadi Hüseyn rahimehullah və Şeyxülislam İbn Teymiyyə rahimehullah və müasirlərdən İbn Baz, İbn Hüseyn rahimehullah. Yəni o görüşdədirlər ki, klizma etdirmək nədir? Orucu batıl etmir. Və buyururlar ki,
Buna heç bir şəriətdə nas yoxdur, dəlil yoxdur yəni. Orucun pozduğuna dair. Və səbəb də odur ki, qidalandırıcı bir şey deyil. Qidalandırıcı bir şey deyil. Və tərcih olunan görüş də odur ki, qardaşlar, klizma etdirmək Ramazanın gündüzlərində oruca heç bir təsir göstərmir. Və növbəti məsələ burun damcısı və yaxud da qulaq damcısı, göz damcısı da buna aiddir. Yəni bu şeylərdən istifadə etmək alimlər ixtilaf ediblər. Və birinci görüş odur ki, 4 məzhəb ittifaq edib ki, burun damcısından istifadə etmək orucu pozur. Çünki buyurur ki, burundan o şey mədəyə çatır. Yəni burundan daxil olan o damcı mədəyə çatır. Və lakin Şeyxülislam İbn Teymiyyə rahimehullah, İmam İbn Həzm rahimehullah buyururlar ki, həmçinin müasirlərdən İbn Hüseyn rahimehullah buyururlar ki, yəni bunun oruca heç bir təsiri yoxdur. Çünki yəni insan əgər o burundan gedən damcını boğaza getməsinə mane olarsa, qarşısına alarsa orucu batil etmir. Ancaq o burnuna tökdüyü damcı əgər boğazına gedərsə, o zaman oruc batil olur. O zaman orucu batil olur. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin biz oruclu halda dəstəmaz alan birinə tövsiyəsini xatırlayaq. Necə buyurmuşdu sallallahu aleyhi və səlləm? Buyurur ki, oruclu olmasan suyu burnuna dərin çək. Öz əshabından birinə tövsiyə edərkən bu cür demişdi. Yəni insan o madmada və istinşaq, yəni ağza buruna su almaq məsələsi dəstəmaz alarkən oruclu olduğu halda alimlər buyurur ki, deməli suyu buruna şiddətli çəkmirsən. Çünki o su nə edir? Burundan mədəyə, boğaza keçir, oradan da mədəyə. Ona görə oruclu olduğun halda dəstəmaz alanda diqqətli olmaq lazımdır. Ki o buruna suyu adi, yəni çox yüngülcə çəkirsən və qaytarırsan. Və eyni ilə də, yəni burun damcısı da bu cürdür. Diqqət etmək lazımdır ki, o boğaza getməsin. Əgər boğaza getdisə, hiss edilirsə, artıq orucu batil edir. Yox, boğaza getmirsə, qarşısını ala bilirsənsə, əgər hiss etdinsə boğaza getmək ehtimalı var, onu ağız yolundan çıxardırsan, xaric edirsən. Və doğrusunu Allah bilir. Və həmçinin müasir məsələlərdən dializ və qanın təmizlənməsi prosesi ki var. Yəni insanın, Allah qorusun, yəni insanın hansısa bir tibbi aparata bağlanması və o qanın tibbi aparatdan keçib təmizlənərək yenidən bədənə vurulmasıdır. Təmizlənərək yenidən bədənə vurulmasıdır. Və müasir məsələlərdən olduğuna görə müasir alimlər buyururlar ki, bu şey orucu pozur. Yəni o qan təmizlənən zaman, o bədəndən çıxan qanın yenidən bədənə ötürülən zaman ora qidalandırıcı maddələr vururlar. Və ona görə də bədənə daxil olduqda orucu batil edir. Və növbəti müasir məsələlərdən hansı ki, bunları biz əslində qeyd etmişdik və xatırlatma olsun, asma spreyidir və oksigen buxarıdır və bunlardan istifadə etmək də orucu pozmur. Və alimlər qeyd edirlər ki, asma spreyinin püskürtdüyü əslində o, yəni havadır. Və o hava mədəyə yox, ağciyərlərə gedir sadəcə. Və onun yəni heç bir deməli qidalandırıcı bir şey yoxdur. Və oksigen buxarı da eyni hökmdədir və oksigen buxarı insana o hava verir sadəcə. O havanı udursan sən. Və dil altı həbləri də bu cürdür. Dil altı həbləri bilirsiniz ki, ürək problemləri olanlar yəni istifadə edirlər və o diqqət etməsi gərəkən bəzi məsələlər var ki, o dil altı həbləri dilin altına qoyduqda o dil altı o damarlar ki var, ürəyə gedən, o damarlar o həmin maddəni sovurur. Və diqqət etmək lazımdır ki, o sovurulandan sonra bəzi qalıntılar, qırıqları o qalır ağızda. Çalışmaq lazımdır ki, onları xaric etmək. Çünki o əgər tücəklə qarışıb gedərsə, orucu batil eləyir. Ona görə də diqqət etmək lazımdır. Artıq əridisə qalğı tulla getsin. Və həmçinin orucu pozmayan deməli proseslərdən biri də qidalandırmayan iynələrdir. Hansı iynələrin tərkibində qardaşlar? Hansı iynələrin tərkibində? İstəyir qola vurulsun, istəyir hara? Qidalandırmayan iynələr oruca təsir etmir və orucu pozmur. Necə ki, müasir məsələ olduğuna görə İbn Baz və İbn Hüseyn rahimehullah bu barədə fətvaları mövcuddur. Qidalandıran iynə isə heç bir istisna yoxdur ki, yəni qidalandırırsa o orucu batil edir. Və ona görə həkimə getdikdə, hansısa bir səhhətdə bir narahatsızlıq hiss etdikdə, həkimə müraciət etdikdə, yəni bu proses baş vermədən öncə bu şeyləri bilmək lazımdır ki, və bəzən görürsünüz ki, bu yəni doğru deyil qardaşlar. Bu doğru deyil. Məsələ baş verəndən sonra fətva almağın heç bir əhəmiyyəti yoxdur. Məsələ baş verəndən sonra fətva almanın heç bir əhəmiyyəti yoxdur. Adam var gedir məsələn maşın kreditə götürür, yəni faizlə maşın alır, sonra gəlir fətvasını soruşur ki, bu şey etmək halaldır yoxsa haramdır. Yəni bunun artıq heç bir faydası yoxdur axı. Sən artıq bunu eləmisən. Ona görə də nə etmək lazımdır? Birinci fətvasını öyrənmək lazımdır. Sonra onun üzərinə əməl etmək lazımdır. Və kim də bundan sonra əgər orucunu pozarsa və yaxud da fətvanı almamışdan qabaq bu əməli eləyərsə, öz nəfsini qınasın. Çünki üzərinə nədir? Günah gəlir.
Haram da olmaz. Allah Teala ne diyor? Fes'elu ehle zikrin kuntum la ta'lemun. Bilmediğiniz şeyler barəsində bilənlərdən soruşun. Ona görə də heç bir müsəlmana icazəli deyil ki, bir şeyə əməl edəndən sonra fətvasını soruşsun. Yəni ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, biz öyrənirik, sonra etiqad edirik. Etiqad edib sonra öyrənmirik. Ona görə də insan necə olmalıdır? Öyrənməlidir. Öyrənməlidir və sonra əməl etməlidir ona. Elm əməldən öncədir. Elm əməldən öncədir. Və Allah Subhanahu wa Taala Quran-Kərimdə nə buyurur? Buyurur ki: "Fa'lem ennehu la ilahe illallah festagfir li zenbik." Fikir verin, bil ki Allah'tan başqa ibadətə layiq haqq məbud yoxdur və ondan sonra günahların üçün bağışlanma dile. Ona görə də alimlər deyir ki, necə ki Buxari rahimehullah deyir: "El-ilmu qable'l qavli və amel." Yəni elm əməldən öncədir. Deməkdən, sözdən və əməldən öncədir. Ona görə bu şeylərə diqqət etmək lazımdır. İnsan günah qazana bilər, orucu əldən gedə bilər, harama düşə bilərsən. Getməmişdən qabaq soruş, fətvasını al, öyrən ki, sən qidalandırıcı əgər iynələr vuracaqsa, bil ki, orucun batildir. Yox, əgər tərkibində heç bir qidalandırıcı maddə yoxdursa o iynənin, o zaman orucun səhihdir. Və bu qədər kifayət eləyər inşallah. Doğrusunu Allah bilir. Velhamdülillahi Rabbil alemin.